Nəsə dünən söktüyüm maşını parçaları çıxartdım burada. Bugün gedib alacağım inşallah onları. Şimdi bugün de maşınsız bir gün necə keçəcək. Baxaq görək inşallah. Həmişə maşınla gəzməmişik də. Maşınsız da işlərimizi həll edə bilərik inşallah. Əsas odur, bütün işləri qutaranda biz uğurla bitirmiş olarıq inşallah. Yəni maşını sökəndə ki, hər şeyi nəzərə almışdım. Yaxşı da qutara bilər, pis də qutara bilər. Bunlardan xəbərim var idi yəni. İşə başlayanda. Amma yenə də bir cəsarət elədik biz. Görək inşallah. Kardeşim ne vakti avtobusla işe getirdim. Neyse bunun da lezzeti varmış. Yani hava, atmosfer de geçeydi piste. Görək də inşallah işlerimiz düzələr. Biz de öz maşınımızla basıb gedərik. Ama qəşəngiymiş ya aslında avtobus. Otursan heç nə sürmürsən, heç deyəmsən. Otur telefonla oyna. Bomba kimidir. Biraz gecikir ama ev yok. Saat 7:20'dir. Hələ evin həndəvərində fırlandım ama olsun da yenə də. Yaxşıdır, pis deyil. Dayda ya obyektin açıq. Xeyr aparasan dayda. Nə bileyim. Nəsə görək də buradan sonra bir dənə də avtobus. Geldik, çattık çarşıya. Bir yandan da fikirləşəm görüm. Avtomat korobkanı ayırmaq lazım olacaq şeydən, yoxsa yox. Val əgər təmizdirsə, val təmizdirsə bomba kimi. Elə klad işləri dəyişəcəyik bu şeyləri. Ya da onun adı. Bu silindirin ayaklarıyla şatınla val arasındaki kıladışları değişeceği. Ondan sonra problem gelecek. Ama yok valda problem varsa ya da şatında problem varsa biraz da derinleşecek tema. Ben şahsen geri adım atmak düşünmüyorum yani. Lagonda ile de maşını yarıya bölmeli olsam böleceğim yani. İnşallah bu işin axırına kim gələcək ya müvəffəq olacaq ya da bu tema bir dəfəlik bağlanacaq. Şəhərin mərkəzidir. Nəysə, görüşək. Gör nə vaxt mən burada yaşayıram. Bu mənzərələri heç görmürəm. Nə qəşəng şəhərin görmürəm. İl yarım deyə mən burada yaşayıram. Ama hiç buralara bir defa ya iki defa gelmiş. Ancak maşınla gezməkdən heç də görməmiş. Qəşəng tramvay yolu var, körpüdə. Akuratlı şəhər. Aşağı yukarı. Əməlli başlı da hündürdür ya. Cemaat bu boyda körpü ki heç qorxmur. İndi maşının motorunu söküyük qorxar. Elə söhbət yox.
Bizim aslanlıqda aşağıda da. Biraz tələsmək lazım. Çətindir, amma eybi yox. Əsas odur, hərəkət var. Həqiqətən belə həyatda maraqlıdır. Yəni baxanda fikirləşsən çətindir, amma məncə daha maraqlıdır. Universitet illərində falan həmişə avtobusdan ya metro ilə ya da piyada getmişəm. Düzdür, davamlı olanda insan biraz bezir, amma 100% maşından daha rahatdır. Həm də təhlükəsizdir. Lap belə dərinə gedəndə ya başa-başa olur, ya da daha ucuz da başa gəlir yəni. İndi bunların ictimai nəqliyyatı bizimki kimi deyil də. Bizdə düzdür, problemlər var, amma məncə bizdə daha yaxşıdır. Nə mənada? Avtobus aralığı daha tezdir yəni. Bu da dəmir yolu, bizə yad bir şey deyil. Sembol bizim böyüdüyümüz məhəllələrdə dəmir yolunun üstünə topumuz düşürdü yəni, o qədər yaxın. Amma bu da belə. İndi dayanıb avtobus gözləyir. Bu ne tərsən bu? Salam aleyküm. Ne tərsən qardaş? Azərbaycanın uşaqları tapmışlar. Maşın yoxdur, tapmışam onu. Şey kimi durmuşsan, ey oğlan. Tutublar belə sağdan sola. Bu vlog çəkirəm bu arada. Şey eləyəcəm. Maşın temasını. Maşının da motorunun bu oğlan sökdü. O mənə. O yığa bilərəm səncə? Əlbəttə ki, sən yığmayacaqsan ki. O İbrahimdən dəstək alır, özü yüksək səviyyədə təhsil alır. Daxili yanma mühərrikləri haqqında. İbrahim dəstəyi ilə həll edəcək inşallah. Bu, obşum, tema qutaranda görəcəyik də, yığmışıq yoxsa yox. Amma sən deyirsən ki, mən yığarım. 100%. Sağ ol. Bugün gəldik Sabuyu doktorun yanına. Kod servislər, İbrahim, Kənan, Sabuyu. Fordun rəsmi servisi qardaşım. Bəli. Qalacaqdan Fordun yeməkxanasından. Fordun yeməkxanasından salamlayırıq. Motorun çox cüzi işləri qalıb, əlimin yağını hələ təzə silirəm. Motorun parçaları İtalyadan zakaz vermişik. Bəli, tamam. Rosenfors firmasından zakaz verilib hamısı. Oradan göndərmişik, gəlir inşallah. Görək də. Neyse, görək də proyektin axırını. İnşallah. Müəllim, bunu incələ də. Bu. Bunları incələ də, bir başa düşək. Maşın içindən çıxıblar. Başa düşdü ya, bunu gördük. Tamam, dayan. Şasın şeye ayıp, valla şurupa ayıptı. O da edib. Bu neyini bunu? Şurupta 50 bin, o da sonra. Bu necə bir şeydir ya? Babat yemiş ama. Bu nə qədər qalınlıqda olur normal? Burası deyəsən normal qalınlıqdır. Bu uç hissəsi. Yoxsa? Mikrometre lazımdır mənə. Harada olur? Kimdə var? Xəkiş. Sizdə var? Mən mikrometre tapa bilərsən? 100%. Doğrudan deyirəm, bir günlük. Tapa bilərsən, yox, elə yox. Gətirsəm orada ölçə bilərik, bəs. Valı gətirsəm ölçə bilərsən? 5 manat. Harada? 5 manat. Ştanger percart da. O tam dəqiq ölçmür. Tam dəqiq ölçülür. Orada 0.1 mm qaçaq var da. Tam dəqiq. Elektronla.
Elektronun orijinal bahalıdır. Prastoy götür, Prastoy super sağlıklı verir. Ştanga ölçüyü Bəli, sən bəli, də. bəli. Bence tercih yok. Dəqiq 100%. Gələ bax. Onunla deyə ölçmə axı var. ChatGPT-yə deyirəm, deyə ölçmə onunla. ChatGPT ne olsun? Şey değil. Gələ. O şeyin Saldım için arasına. Mikrometr budur, ştanga. Hə, saldım bunu arasına bunun belə. Ha, incə. Hə, oradan da çəkdim. Bunu da üstünə burada göstərir neçədir. Buradan keçəndə. Burada oxusun. Millimetr kimi göstərir. Ha, bunu hardan ala bilər? Lubo yerdən. Şeydə. Stroy material satılan yerə gir. Denən ki, Orada baha İşten verəcəklər. girmir. Bir şeydən al. Kırtasiyeden. daha gələ bax Omida vurdum bax Omid. Azərbaycanda bax qiymətinə 85 5-10 manat çıxacaq. Yalandır. Yox, 80 yox, yox, manat. elektrondur deyirlər. 80 manat. Yok, hey 30'dur. Gələ. Bundan var idi da bizdə. Bu dəqiq ölçər ki, 22 manat. Yani siz bununla işləyirsiniz. Mən bununla işləmişəm. Kanalizasiya sistemi çəkəndə şeyin qalanlarına baxır. Bu dəqiq ölçər yəni. Dəqiq ölçəcək. sos mu ölçü? Güvənmək olar da yəni. 100%. Faiz değil mi? 150 millim, 15 santiyə kimi Bu ölçür. millimetrik ölçüdür onda. Bəli, bəli. Amma mənə mikrometr lazımdır. Mikrometrlə ölçür. Mikrometre başka şey. değil mi? Mikrometre mesela Mikro, metr, metr. Elə bir ki 6 üstü eksi 16 da. 10 Onun üstü, mənfi 6. 10 üstü mənfi 6. Benim mikrometre var ya, misal üçün mən də işlədirəm mən laboratoriyada. Çözsəm o val ölçüm üçün uyğun deyil. Bu deyir ki 0.25 millimetre ölçmək lazımdır. Sənə bundan lazımdır. Bax, hə də onu deyirəm də, ay sağ ol. Bax bu deyir ki, bu standartın. Əgər biraz daha böyüyünü qoyacaqsansa, standartın plus 0.25 millimetr. 0.25 millimetr. Ora qədər ölçmək lazımdır. Bildim də əmsal tolerans dəyəri böyükdür. Hə, sağ ol. Daha 0-dan 1/1000. Hə, Millimetr. onu deyirəm. Bax bu lazım. Bu cihazdan tapa bilərik biz. Tabii ancaq satın almadan. Ya da ki gedirsən şeyə, götürürsən bunu. Getsən stroy material satın edirsən. Adamın yanında ölçüb Orada gəl. sən ki bir dənə ölçürsən, baxım görüm bu düz ölçü, dəqiqliyi necədir. Basın çıxdı. Hə, onda tema budur da, yəni Biri bunu. şatun idi, o biri nə idi? Bir dənə də göstər o mikrometrəmə. Qiymətinə zət Bunun bax. qırığı harda? Bunun qırığı motorun içine düşüb. Yo, bu deyil elimdə. Şey yok. Bu oluntular. Ha, onlar kart ilə düşdü getdi. Baha da elə bilməz. Nə fikirləşirsən? Bunun təzəsini alacaq. Bunu neçə ala bilərəm? 1 manat. Yox, indi bir manat alamazsan. Görmüşəm də. Daha da. Bir manat deyil. Hardan alacağam indi? Onu da tapa biləcəm ya yox. Onu da stroy materialdan, şeydən, maşın stroy materialdan. O biri nə idi? Bu gedir nəyə bağlanır? Şatun, kladiş. Bir də şey var da, val. Kladiş baxmışam 160 manatdır. Seti. Kladiş. Hə, bu da budur da üstdəki. Aynen, budur. Bunun ölçüsü nə qədərdir standart? Bir də ona bax da. Onda ştangəndən ölçə bilməyəcəm, değil mi? Belə çıxır ki bunu. Düzdür müəllim? Sənə deyirəm də, bəs sənə deyirəm də mən. 0.94 millimetre. Bu indi 4 millimetrdir. Ola bilər. Bu da 2 millimetr Bir Paulos'un deyir o şeyin. Ən sadə, ən gəlmiş bir metalik astarlar əsasən 0.94. Nə deyir müəllim, nə oxu? 0.94 milim qalınlığında polotdan və sürtünmə əleyhinə örtüşlü qalınlığı 0.25 və 0.4 millimetr bir zolaqdır. Yəni bu millimetrdən də getmir, 0. millimetrdən. Görsən yazı bura. Mis və alüminium ərintinin 75%-ni təşkil edir. Mislə alüminium. Onda bu şeyi əridə bilməz də, belə çıxır ki, şatunu. Şeyi, valı. Yox, o neçə dərəcədə əriyir? 1000 dərəcədədir. 1960-dır, 1040-dır neçədə də elə də. Dəmir O ərimir. şey, Sen o motorun Misin. o kadar getmiyor. Qızmaq söhbəti deyil də, yəni bu.
Qızdığı üçün əriməyib də, çox olduğu üçün, uzun müddət olduğu üçün. Şey elədi, bu qırılmalar zəddəysə, şey üçündür. Sən orada boşluğun var. Ya motorun vibrasiyada, drajeniyadadır. Motorda drajeniya yoxdur. Yox, Heç. heç gül kimi sakit işləyir. Yəni bu dəqiqə ümumiyyətlə əvvəl elə idi yəni. Son 1-2 həftəyə qədər elə idi. Ancaq motorun drajeniyası. Yəni mikrometr olsaydı mən valo ölçərdim, oradan yolumu görərdim də yəni. Mən bu dəqiqə mikrometr lazım. İcarəyə götürmək olmazdı onu. Dosta tanışda da yoxdur, bir dənə tapamam. Yəni almağı fikirləşirəm, belə baxıram. Neyini bu qaqaş nə göstərdi bizə? Kladiş dəyişir. Kladiş, şaton, hə. Onları bilirəm, onlara baxmışam. Park priority necə dəyişilir? Kladiş, şaton. Onu bilirəm, baxmışam. Oydu, bu nədir? Şey deyil bu. Nədir bu? Maşının Neydi bu? stoykasıdır, nədir? Manifold. Manifolddur da bu. Şey, egzoz qazlarını toplayandır. Neyse ben bir tane mikrometre işini halledeyim. Ya da ben şunu da kayda alayım da eve bıraktığını hatıralarda kalsın. Belli ne diyorsun, toplar mıyız? Kısa bir sohbet. Toplanır gibi hocam. Toplanır mı? Talha ile Serkan desteğini geri çektiler. Göremedik, hiç Ben göremedik. göremedim. Yani bunu izlediğinde muhtemelen arabada çekeriz otoparka çekeriz. Onları da oturturuz, bir yemek ısmarlarız onlara. Utanırlar mı diyorsun? İzlerken. Hiç zannetmiyorum ama öyle olması lazım. Evet. Bugün tarih ne? 21.04.2025. 21.04.2025 saat 9 neredeyse. Burada Desteksizliğin vermiş evet, olduğu üzüntü. biz burada size kırgınız kral. Haberin olsun. Ama bunu Yüzünüze değil arkanızdan konuşuyoruz. evet biraz öyle. Arkanızdan konuşuyoruz. Ama hak ettiler gibi. Serkan önce sonra Talha. Önce Serkan. Talha hafif. Yarın gelirim dedi. Yarın geliyor, onun üstünden çekeriz onu. Evet. Serkan ama hala zan altında. Serkan'a bir numara çekeceğiz. Serkan teşekkür ediyor hala. Serkan galiba hayatının geri kalanında sadece tırnakla meşgul olacak. Evet. Evet, bir sonraki adımını belli etme kardeşim. Asla Bunu kesin. zaten bir adımdan sonra izleyecek ya. Bedenini anlar. Yani ben inşallah bu arabayı topladıktan sonra geçmişten size selam söylüyoruz. Talha, Serkan. Bir gün bu videoyu izlediğinde Anlayacaksın. anlayacaksın. Niye o kadar tırnak gördüğümü kardeşim. Hadi görüşürüz. Ne yatağını? Çekil. Toplayacağız inşallah. Bak şurada ne eksik? Bakayım. Böyle burada ne eksik? Ford. Ford Focus burada. Vay be, her gün burada dururdu. Şimdi neyse. Şimdi böyle tutayım Behlül. Topladıktan sonra bir montaj yaparız. Tak diye yanında araba beliriyor. Hadi bakalım.